Sizinlə əsl şahplov reseptini bölüşürəm. Bu resept Şah Hüseyn bəy Kərimovun orijinal reseptidir. Mənim də ən sevdiyim milli yeməyimizdir. Hər gün yeyə bilərəm. Öncə ərzaqları almaq üçün marketə getməli olduq. Marketə gəlmişkən Pepsi məhsullarından almasam olmaz. Çünki həm dadını çox sevirəm, həm də Pepsidə möhtəşəm lotereya keçirilir. Deməli istədiyiniz Pepsi, Mirinda, 7up, Mountain Dew məhsullarından birini aldıqda lotereyada iştirak şansı qazanırsınız. Qeydiyyat üçün 16 rəqəmli kod vasitəsilə promo.pepsi.az saytından qeydiyyatdan keçib, qəbzin üzərindəki QR kodu oxutmalısınız. Qaliblər isə möhtəşəm hədiyyələr gözləyir. Antalya kəmər turu, iPhone 16 Pro Max, Apple MacBook, Sony PlayStation və digər möhtəşəm hədiyyələr. Lotereya 15 noyabr və 15 dekabr tarixləri arasında keçərli olacaq. Ona görə də tələsin. Pepsilərimiz də aldığımıza görə şahplovu hazırlamağa keçə bilərik. Bu arada məhsulların dəqiq porsiyasını qeyd bölməsində yazacağam. Təxmini 1 kiloqram əti quşbaşı doğrayıb yaxşıca yuyub qaynamağa qoyuruq. Sonra üzərinə samavari doğranmış soğanı, kişmiş, qaysı, albuxara və şabaldı əlavə edib qovururuq. Yağlanmış qazana lavaşları düzüb onları da yağlayırıq. Sonra qaynadılmış düyünün bir hissəsini qazana töküb üzərinə isə hazırladığımız qaranı əlavə edirik. Qalan düyünü də tökəndən sonra lavaşla üzərini bağlayıb yaxşıca yağlayırıq. Falqa ilə də örtdükdən sonra göndəririk sobaya. Təxmini 2 saata hazır olur və voila, şahplovumuz hazırdır. Çölü xırçıltılı, içi isə şirəli. Pepsi ilə də lap ləzzət elədi. Bişirənlərə isə nuş olsun.